Bakı Ekspo mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi Kaspion Agro və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi Interfood Azərbaycan öz işinə başlayıb. Bu iki Kaspion Agro və Interfood Azərbaycan sərgilərində 45 ölkədən 447 şirkət iştirak edir. Eyni zamanda Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya sərgilərdə milli qruplar formatında təmsil olunaraq kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edirlər. Bu iki sərgilərdə Afrika Azərbaycan Əməkdaşlıq Təşkilatı ayrıca stendlə iştirak edir. Sərgidə Kənd Təsərrüfatı Nazirliyi geniş və çoxşaxəli konsepsiya əsasında hazırlanmış stendlə çıxış edir. Nazirliyin stendində aqrar sahədə dövlət tərəfindən həyata keçirilən dəstək mexanizmləri, innovativ texnologiya və layihələr, rəqəmsal həllər, müasir soyutma sistemləri və avadanlıqları, çiləyici və multispektral dronlar, azad edilmiş ərazilərdə fəaliyyətə başlayan təsərrüfatların kənd təsərrüfatı məhsulları, heyvandarlıq və bitkiçilik məhsulları, arıçılıq məhsulları, startap təşəbbüsləri və regionlarda həyata keçirilən aqrar biznes festivalları nümayiş olunur. Sərgidə Smart Agro istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, robototexnika, pilotsuz uçuş aparatları və Green Agro bölmələri də təqdim olunur. Stenddə fermerlərin, sahibkarların və digər sərgi ziyarətçilərinin aqrar sahədə mövcud dəstək alətləri barədə məlumatlandırılması məqsədilə müxtəlif dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirakı təmin edilir. Qeyd edək ki, sərginin ilk günündə Prezident İlham Əliyev Azasot Holdingin kənd təsərrüfatı stendini ziyarət edib. Şirkətin Müşahidə Şurasının sədri Tahir Gözəl dövlət başçısına son bir il ərzində görülən işlər barədə məlumat verib. Agrodeyri şirkəti 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgi və forumu Kaspion Agrovik çərçivəsində öz stendində torpaqdan süfrəyədək inteqrasiya olunmuş fəaliyyət modelini, innovativ texnologiyalarını və müasir kənd təsərrüfatı həllərini təqdim edir. İştirakçılar arasında öz biznesini effektiv menecment və korporativ idarəetmə prinsipləri əsasında quran Novex Qrup da yer alır. Şirkət nümayəndəsi bildirib ki, Novex Qrupun tərkibinə Qəbələ, Quba və Lənkəran konserv zavodları, Novex Agro, ATS Food, MMC və Mars Overseas Bakı Ltd daxil olmaqla 5 istehsal və 1 distribusiya müəssisəsi daxildir. Bu müəssisələrdə müasir texnologiyalar tətbiq olunmaqla Jalə, Zalatursal, Natura, Bağdan, Nilya, IMT, Bismarck, Çörəkçi, Cipsin və digər brendlər altında qida məhsulları, içkilər və un məmulatları istehsal edilir. Şirkətin əsas müəssisələrindən olan ATS Food MMC-nin 1999-cu ildən təsis edildiyi və hazırda ölkənin qida sənayesində mühüm mövqeyə malik olduğu qeyd olunub. Bugün biz Agrodeyri stendində sizi salamlayırıq. Agrodeyri qrup 15 şirkətdən ibarət, 15 hüquqi şəxsdən ibarət bir şirkətlər qrupudur. Burada 4 klasterdən ibarət şirkətimiz torpaqdan son süfrəyə qədər olan periodu özündə cəmləşdirir. Belə ki, toxumçuluq fəaliyyəti, istər əkinçilik fəaliyyətini özündə birləşdirən bitkiçilik klasteri olsun, istər buradan əldə olunmuş məhsulların taxıl emalı klasterında emal olunması, yəni una və yemə çevrilməsi, davamında buradan əldə olunmuş yemin heyvandarlıq klasterında istifadə olunmaqla yüksək məhsuldarlıq əldə olunması, yəni onun südə və ətə çevrilməsini həyata keçiririk. Sonda isə buradan əldə etdiyimiz südü biz 4-cü klasterımıza, yəni ət və süd klasterına təhvil verib. Bu Milla brendi, sizlərin də məlum olduğu Milla brendi 4-cü klasterımızın tərkibindədir və ölkədə ən yüksək bazar payına malik olan süd emalı şirkətlərindən biridir. Fikir versəniz, hər bir mərhələyə biz toxumu da özümüz istehsal edirik və sonda istehlakçıya da öz məhsulumuzu çatdırırıq. Burada məqsəd ən yüksək keyfiyyətdə və ən yüksək marjinallıqla məhsulun istehsalını həyata keçirmək və son istehlakçıya çatdırmaqdır. Bugün bu stendimizdə də biz bütün klasterlarımızdan və bütün şirkətlərimizdən təmsil olunuruq. Gördüyünüz kimi maraq çox yüksəkdir. Kifayət qədər çox ziyarətçi qəbul edirik. Məhsuldar görüşlərimiz baş tutur. Həm yerli təchizatçılar tərəfindən və yaxud da alıcılar tərəfindən, həm xarici təchizatçılar və alıcılar tərəfindən yüksək rəğbətlə qarşılanır. Bu şəkildə biz sərgini yüksək qiymətləndiririk. Heç də xarici ölkələrdə gördüyümüz sərgilərdən geri qalmayan keyfiyyətdə və yüksək təşkilatçılıqla hazırlanmış bir sərgidir bu. Ölkənin meyvəçilik sektorunda
bazasında fəaliyyət göstərən Ramfood MMC də ənənəvi kənd təsərrüfatı və qida sənayesi sərgilərində iştirak edir. Şirkət Kaspian Agrowik çərçivəsində təşkil olunan sərgidə öz stendində yerli istehsal məhsullarını və yeni meyvə çeşidlərini nümayiş etdirir. Şirkətimiz Quba, Qusar, Xaçmaz və Şamaxıda 600 hektardan çox meyvələrin istehsalı ilə məşğuldur. Yerli bağlarımız da yerli istehsalımızdır. Meyvələrimiz almalar, armudlar, heyva, nar, həmçinin şaftalı, bunların istehsalı ilə məşğul oluruq, xurma istehsalı ilə məşğul oluruq. Məhsullarımızın 80%-i idxalı üçündür. Əsasən Rusiya bazarı, bundan əlavə Dubay, Qətər və digər ölkələrə ixracı ilə məşğul oluruq. Maraq çox yüksəkdir. Biz bura gəldiyi zaman gördük ki, Özbəkistandan, İndoneziyadan, Afrika ölkələrindən bizim stendlə maraqlandılar, gəldilər, baxdılar meyvələrimizə və bunun da bir üstün cəhəti odur ki, bizim ixrac bazarımız nə qədər çoxalarsa, idxal bazarımız nə qədər çoxalarsa, biz də o qədər çox eksport edə biləcəyik və eksport etdiyimiz təqdirdə təbii olaraq bizim də şirkətə xeyri olacaq. Bu dəfəki Kaspian Agrowik sərgisində həmçinin Beta və Can brendlərinin məhsulları da yer alır. Beta, Şampiyon, brend markalar olmaq üzrə, yerli istehsallarımız olmaq üzrə Azərbaycan çayı, ondan sonra Belita, Xəzər düyümüz. Burada Lənkəranda, Sutamırdav kəndində istehsal olunur. Zavodumuz Lənkərandadır. Çay potensiallarımız var gördüğünüz gibi. Hal-hazırda da aktif tarlamız var. Şu an Sabirabad olsun, Lənkəran bölgeleri olsun. Orada bizim çay tarlalarımız var. Orada ekim yapmaya çalışmışız, başlamaya çalışmışız. Amacımız yerli istehsalı tam bir şekilde pazara sunmaktır. Yeniliklerimiz yerli düğümüz var. Yerli düğü tavsiye ederim çünkü %100 yerli düğümüzdür. Daha dışarıdan gelen düğümüz değil. Onun dışında çay plantasyalarım var. Çaylar %100 yerli çaylarımızdır. Hiçbir katkı maddesi yoktur. %100 doğal natural çaydır. Onu milletimize tavsiye ederiz. Şirkət nümayəndələri iki sahilə müsahibəsində sərgiyə təqdim etdiyi məhsulların özəllikləri, fəaliyyət istiqamətləri, yenilikləri, hədəfləri, prinsipləri, şüarları ilə bağlı ətraflı məlumat verdilər və müştərilərinin, istehlakçıların həm hüquqlarının qorunması, həm onlara keyfiyyətli məhsul çatdırılmasının onlar üçün prioritet olduğunu diqqətə çatdırdılar. Can şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Lokum, marmelat, pişmaniyə, noğul, draja kimi məhsullar istehsal edirik. O cümlədən Vietnam, Çin kimi digər xarici ölkələrdən məhsullar idxal edirik. Interfood sərgisində artıq bir neçə ildir iştirak edirik. Deyərdim ki, bu il keçən ildən daha gözəl nəticələr əldə edirik. Bu il sanki daha çox maraq var sərgiyə. Xüsusilə də düşünürəm, xarici stendlərin daha çox olmağı da bu marağı daha da artırır ki, yerli insanlarımız tərəfindən, öz insanlarımız tərəfindən daha çox maraq var bu ilki sərgiyə. Məhsullarımızda da hər zaman olduğu kimi bu il də maraq həqiqətən də yüksəkdir. Xüsusilə də bu kofe ikramlarımız, lokum ikramlarımız marağı daha da artırır. Sərgidən razıyıq. İnşallah 8 maya kimi davam edəcək. Hər kəs də gözləyirik sərgidə. Ümumiyyətlə sərgilərdə çox iştirak eləmişəm, amma bu Expo mərkəzində 2 dəfə də iştirak edirəm. Mən özüm xalçaçı olaraq gördüyünüz əsər mənim əsərimdir. Sonra isə miskərlikdir, xalq sənətkarlığından, sandıqçılıqdır, papaqçılıqdır, həsirçilikdir və tropik meyvələrindən də ki, çiyələkdir. Masallı bilirsiniz ki, çiyələyi ilə məşhurdur. Üzümdür, kividir, limondur, mandalindir, apensindir və bir çox da zəlidir. Zəlidən də sonra hal-hazırda Masallıda belə bir şirkət yaranıb, qurbağa istehsalı olunur burada və bu qurbağalar da xarici ölkələrə satılır. Biz Kaspian Agrowiki kənd təsərrüfatı şirkəti olaraq çox sevirik. Kaspian Agrowikin sərgiləri digər sərgilərdən hər zaman aktuallığı ilə, B2B və butici görüşlərin çoxluğu ilə seçilibdir. Bir neçə il qatılmışıq, yəni ardada hər il qatılmamışıq, düzdür, amma əksər illərdə qatılmışıq. 2026-cı il üçün yeniliklərimiz çoxdur əslində. Onlardan biri də məhz bizim maskodumuzdur. Biz agro şirkəti olduğumuza görə 1996-cı ildən fəaliyyət göstəririk. Bu il bizim 30 illiyimizdir, 30 ilimizi qeyd edəcəyik və bizim hədəf kütləmiz əkinçilərimiz olduğu üçün biz onlara ithafən belə bir əkinçi maskodu hazırladıq. Onun adı da var, adı Agro Dayıdır. Sərgi müddətində bütün ziyarətçilərin demək olar ki, diqqətli maskodumuz çəkir. Maraq çox böyükdür. Öncəliklə onu qeyd edim ki, bizim stendimiz sərgidəki ən böyük stendlərdən biridir. Eyni zamanda da diqqət çəkən stendlərdən biridir. Və əlavə olaraq biz EMA Agro kimi 30 il balaca bir il deyil, yəni az bir müddət deyil. Buna görə də bizim müştərilərimiz, ziyarətçilərimiz sağ olsunlar çox aktiv sərgi keçir. Qonaqlarımız çox olur, biz də çox məmnunuq.
qonaqlarımızı və əkinçilərimizi ağırlamaqdan, onların suallarına cavab verməkdən. EMA Agronun qurulduğu ildən bu yana bir öncəliklə prioritet məsələsi Azərbaycanı və onun fermerini maarifləndirmək, dünya standartlarını onlar üçün əlçatan etməkdir. EMA Agro digər ölkələrin aparıcı şirkətlərinin Azərbaycandakı tək və rəsmi distribütorudur. Bura aiddir, Avqust aiddir, Hektaş şirkətə aiddir, Fito aiddir, Fertiplus Fransa şirkətə aiddir, Agricola Meksika şirkəti bura aiddir. Bir çox ölkələrin dediyim kimi Azərbaycandakı tək və rəsmi distribütorudur.